Deməli, salam. 9-cu sinif kitabından, 9-cu sinif yeni kitabdan idiom sertifikasiya hazırlaşanlar üçün. Baxın, blew one's mind nədənsə şoka düşmək, ağlı başdan almaq mənasını bildirir. Baxın, blew one's mind'ın definitionına baxaq. Deməli, to impress or leave a strong impact on someone or find something very exciting and unusual. Kimin sözlərində böyük bir təsir buraxmaq və yaxud nə isə çox həyəcanlı, çox qeyri-adi hiss etmək. Example, nümunələrinə baxaq. I read a book last week. Keçən həftə bir kitab oxudum. The twist at the end completely blew my mind. Yəni, sonda olan nəticə mənim ağlımı başımdan aldı. I was not expected it at all. Mən heç bunu gözləmirdim.